Nə dua elədi, nə elədi, Allahdan nə istədi? Xülasə qayıtdı, gəldi ölü inəyə, təpi ilə vurdu ki, qalx Allahın izni ilə. İnək qalxdı. İnək qalxan kimi dirildi, başladı arvad qışqırmağa ki, vallah bu İsa Məsihdir, İsa Məsih dirilib. Dedi ki, İsa Məsih deyil, Allahın höccətlərindən bir höccətdir. Və cəmaatın gözünün qabağında o arvadın ölmüş inəyin diriltdi. Bu gecəki Həzrətin şəhadət gecəsidir. Həzrətin şəhadəti barəsində də ixtilaflar müxtəlifdir ki, görəsən, səbəb nə idi və kimin vasitəsilə öldürüldü? O ki, mərufdur, məşhurdur ki, Həzrətin öz həyat yoldaşı arvadı Ummul Fəzlin əli ilə zəhərləndirildi. Amma zəhərləndirməyə əmr eləyən, onu təşviq eləyən, ona yönəldən kim idi? Bunu qeyd edeyim ki, qadınların əksəriyyətinin bədbəxtliyi hardadır? Qısqanclıqdır. Ummul Fəzl də içəridən alışıb yanan bir bədbəxtlərdən idi. Niyə görə? Çünki tarix yazır ki, İmam Cavad əleyhissalam